Sosial şəbəkələrə daxil oluram, nə görsəm yaxşıdır, bəs bu arvadı qəhbə, pandemiya naziri. Bəli, neçə illərdir ölkədə pandemiya var deyib sərhədləri bağlı saxlayan, təbii ki, İlham Əliyevin tapşırığı ilə baş nazir Naxçıvan klanı, Ramiz Mehdiyevin sağdaşyağı, Əli Əsədovun restoranları, otelləri, villaları, torpaq sahələri harda yayılıbdır ilk dəfə? Əli Nağıyev, DTX rəisi Əli Nağıyevin deməli nədir o? Qafqaz Info Elbrusun kanalında, Batısı Qəhbə Elbrusun. Bax, indi Əli Nağıyev, baş nazirim, nə var dövləti var, siyahını qoyub ortalığa. Deyən lazımdır ki, ay arvadı Qəhbəli Nağıyev, sənin yoxdur, övladlarımın yoxdur, İlham Əliyevin yoxdur. Niyə bunları bordağa bağlayırsınız, sonra şey edirsiniz? Canımız zəhənnəmə, bəs mənim keyfim necə olacaq, Qəhbənin balası?